xərçəng getdikcə burada artacaqdır. Amma biz çalışırıq ki, nəsə eləyək. Kim bizə qulaq asıb, ilkin bizə gələcəksə, onlara biz nəsə yardım eləyə biləcəyik. Qalanlarına əlimiz gücümüz çatmayacaqdır. İnsanlar da son ümid kimi bizə gəlir, ehtiyac deyil. İlk ümid kimi bizə gəlməlidir. İlkindən, eşidən kimi bizə gəlməlidir. Sağlam insan bizə gəlməlidir. Təzə-təzə balaca bir narahatçılığı olan insan bizə gəlməlidir. Bizdə elə geniş imkanlarımız yoxdur, xəstəxana falan olsun ki, biz onlara ağır vəziyyətdə yardımçını eləyə bilərik. 5 qəpiklik işi 50 minlik eləməsinlər. Sonra da zorla, balayla, kreditlə 5 min tapıb gəlib desinlər ki, həkim sağaldı. Çatdırmaq olmur. 5 qəpik olanda gəlin ki, onu eləyə bilək. Biz dəfələrlə bütün bu bizim İbrahim həkim tövsiyələri var. Çox sadə şeylərdir. 30 qəpiklik, 1 qəpiklik, 2 qəpiklik xüsusi vasitələrdir. Qatıqdır, sarı kökdür, qarazirə yağıdır, alma kök şirəsidir. Nə çətin şeylərdir bunlar eləmək. Bəhməzdir, biyan köküdür, alaqanqaldır. Bunlardan niyə istifadə eləmirsiniz ki, vaxtaşırı? Niyə vaxtında istifadə eləmirsiniz ki, məcbur olursunuz sonra kimyəvi əməliyyat və digər ağır üsullara düçar olasınız ki, onu da çatdırmaq olmur. Ondan da yenə də tələf olur.